Böyük futbol bayramına sayılı günlər qaldı. İyunun 11-də Dünya Çempionatının ilk oyunları keçiriləcək. Futbol sevərlər üçün gözəl bir dövr başlayır. Gəlin görək şəhər sakinləri hansı komandaya azərkeşlik edirlər? Gəlin soruşaq. Germaniya. Hansı komandaya azərkeşlik edirsiniz? Almanya və Portuqaliya. Portuqaliyanı istəyirik qalib gəlsin. Hansı komandaya azərkeşlik edirsiniz? Portuqaliyadır, Braziliyadır. Türkiye, Bəs başqa hansı komandalar istəyərdiniz finala çıxsın? İspanya, Fransa. Daha öncəkilər istəmisiniz? Daha önceki dünya kuboklarında, bəli. Onda hansı komandalara azərkeşlik edirdiniz? Hansılar udmuşdu ki azərkeşlik? Bir də Argentinanı tuturdum, yəni Argentinada udmuşdu. 2018-də də Argentinanı tuturdum, amma uduzmuşdu Xorvatiyaya qarşı. Almaniya seçərəm. Qalibləri çox olduğuna görə. Bəs İspaniya, Portuqaliya, digər komandalar necə? Çox da baxmıram, ona görə düşüncəm yoxdur da. Portuqaliya. Hansı komandaya azərkeşlik edirsiniz? Türkiyə inşallah. Bəs digər komandalar necə? Favoritim əsasən Fransadır. Yəni çalışıram ki, heyət baxımından çox zəngindir. Düşünürəm ki, amma istərsəmiz beynimiz və qəlbimiz istərsəmiz Türkiyə ilə, qardaş Türkiyə ilə. İspaniya azərkeşlik eləyəcəm. Yəni heyətləri çox zəngindir. Yamal kimi bir ulduzları var. Messinin damcısı kimi sayırıq. Görək necə olur. Daha öncə kimlərə azərkeşlik edirsiniz? Bundan əvvəl yenə əsas İspaniyanı dəstəkləyirəm mən dünya çempionatlarında bir futbol məktəbi olaraq. Dünya çempionatını izləyirəm, gözləyirəm. Hansı komandaya azərkeşlik edirsiniz? Yəqin ki Türkiyə, sonra da Almaniya. Daha öncə hansı komandalara azərkeşlik etmisiniz? Həmişə Türkiyə, bir də Almaniya. Uşaqlıqdan bəri.